Salam hər kəsə. Mən bu günlər sizə çox maraqlı bir mövzu haqqında danışacağam. Hansı ki, insanlar bunun fərqində olmadan bir də görürlər ki, çox böyük fərq var quruluşlarında, bədən quruluşlarında, yəni və bunun nəyə əsasən belə olduğunu dərk etmirlər. Bu qida pozuntusudur. Qida pozuntusunu ümumiyyətlə fərqi yoxdur. İstənilən insan edə bilir. Yəni güclü xarakterə malik olan da, zəif xarakterə malik olan da. Yəni insanın əgər həyatında müəyyən problemlər yaşanırsa, ailə münasibəti, sevgi münasibəti fərqi yoxdur. Ola bilər maddi mənəvi problemlər, ola bilər öz potensialını ifadə etməmək, öz inkişafı ilə bağlı sünik olmaq. Bu problemlərlə əlaqədar insan müəyyən hallar yaşayır və bu halları həll etməyəndə bizim orqanizmimizdə kortizolun səviyyəsi qalxır və xoşbəxtlik hormonu səviyyəsi enir. Və bu bizdə bir boşluq yaradır, böyük bir boşluq yaradır və biz bu boşluğu, yəni bu dediyimiz şeyləri həll etməyəndə bu boşluğu özümüzlə daşıyır, yük halına çevrilir də, içimizdə bir yük olur. Və bu boşluğu doldurmaq üçün, yəni bizdə elə bil ki, həzz alma, motivasiya və emosional balans pozulur bu zaman. Və biz bu boşluğu doldurmaq üçün başlayırıq dadlı, yağlı yeməklər, şəkərli abur-cuburlar falan yeməyə. Fərqində olmadan bunu edirik artıq. Yəni o həzzi qısa yol tapmışıq. Qida ilə əvəz edirik, qida pozuntusu ilə əvəz edirik. Və bir gün bunu edirik, sərsi günü gör ki, yenə bu içimizdə nəsə o var, yenə boşluq, o həll olmamış şeylər üzə çıxır təzədən. Və yenə təzədən qida ilə dadlı bir şeylər axtarırıq ki, dopamin hissini o qida ilə yaşayır. Və belə elə bil ki, biz qısa yolla qida pozuntusu ilə elə bil ki, o prosesi həll etmiş hiss edirik, amma elə deyil. Belə bir müddətdən sonra görürsünüz ki, bədən quruluşumuz korlanıb. Buna da səbəb dediyim kimi bu qida pozuntusudur. Dərk etmədən, fərqində olmadan, problemlərimizi həll etmədən, bu vəziyyəti, yaxud da potensialınızı üzə çıxarmadan, bu işləri həll etmədən belə bir pozuntu yaşayırsınız. Ona görə əgər sizdə hiss edirsiniz ki, normal yemək yemirsiniz, daha çox yeməkdə həzz axtarırsınızsa, bu o deməkdir ki, sizdə nəsə daxilinizdə o boşluq var ki, hansı ki, həll olunmamış müəyyən şeylər var ki, siz onu qida ilə əvəz edirsiniz, dadlı bir şeylərlə, nəinki o işi həll etmək, o içinizdə olan potensialı üzə çıxartmaq. İnanın ki, amma deyim ki, siz özünüzə fokuslananda, o daxilinizdə olan şeyləri həll edəndə, özünüzün elədiyiniz hərəkətlərin fərqində olanda, inanın ki, qidadan zövq alırsınız, amma yəni o qədər ehtirasla qidaya həvəs olmur da, yəni həyatınız o qədər zəngin, dolu keçir ki, siz qidanı yaddan çıxara bilirsiniz ki, mən bugün yemək yeməmişəm, gedim qidalanım da, nəsə yeyim. Ona görə siz özünüzdə bunu müşahidə edin. Əgər sizdə bu proses varsa, deməli, sizdə daxilinizdə gedən proseslər var, yəni ki, hansı ki, boşluğa düşmüsünüz, bu şeyləri həll etməyə lazımdır. Bu qədər.